Bir insanın harama düşməsi üçün həmənki harama yaxınlaşması bəzən kifayət edir. Və Allah da fikir versə Quran-ı Kərimdə buyurur ki, "Lə təqrabuz zinə", zinaya yaxınlaşmayın. Birbaşa insan heç vaxt zina etmir. İnsan zina edincə qabağa ona yaxınlaşdıran amillər var, onlardan istifadə. Ona görə də fikir versəz, böyük günaha düşmüş insanlar, günah içərisində batmış insanların bu günaha başlamalarının səbəbi sadəcə atdıqları yüngül bir addımdır. Və sonra həmən ki yüngül bir addımla insan o Allahın haramlarına daxil olur və fikir versəz sonra onlardan çəkilə bacarmır və uzaqlaşa bacarmır və Allah qorusun daha da dərinə gedir. Sonra da qurtarması, həmən ki müsibətdən uzaq olması onun üçün çox çətin bir problemə çevrilir. Ona görə insan bilməlidir ki, bu yolda mütləqdir ki, insanı o qapılara dəvət edənlər olsun. Və şübhə yoxdur ki, o qapıların da hər birinin üzərində şeytan oturmuşdur. Və şeytan insana o qapıdan içəridə nələr olduğu barəsində vəsvəsə verir. Və deyir ki, yaxşı olacaq, aç, gör və orada nələr var onları bil. İnsana sadəcə vəsvəsə verir, insana xəyallar qurmağı vadar edir. Allah qorusun insan o qapını açdısa artıq o harama düşür. Ona görə insan bilməlidir ki, hər bir getdiyi yolda, tutduğu hər bir xeyir yolda onu o qapılara dəvət edən şeytanın dəvətçiləri var.